Salam. Hər vaxtınız xeyir. Biz rasional tənliklər mövzusuna baxaq. Görək kim nədə əziyyət çəkir. Sual 1. Nə deyilir? Deyir ki, 1 çıxılsın x, digər tərəfdə 1 çıxılsın 1 bölünsün 1 minus x bərabərdir 0 verilib. Hasil sıfırdırsa, vuruqlar ayrı-ayrılıqda 0 olmalıdır. Birincini sıfıra çevirən qiymət 1'dir. Burada 1 bərabərdir. Sıfırın üzərinə bu ifadəni gələrəm. 1 bölünsün 1 minus x eləyər. Çarpaz vurub açaram. 1 minus x-a vuraram 1 minus x. 1'i 1'ə vuraram 1 eləyər. Birdən bir çıxıb x-i sıfıra alaram. Tənliyin 2 dənə kökü var, amma mütləq gətirib yerinə qoymaq lazımdır. Dəyişənin mümkün qiymətlər çoxluğunu ödəmir 1, çünki məxrəc 0 eləyər. Ona görə cavabımız eləyəcək 1'i almadığına görə 0 yalnız A variantı. 2 nömrəli sualı özünüz yazarsınız, eyni sualdır. 3 nömrəli sual. 2'də 1 kəsirinin sürət və məxrəcinə hansı ədədi əlavə etdikdə 0,8 alınır. Uşaqlar, bu 0,8'i 10,8 kimi yaza bilərəm mən. 2'yə də ixtisar gedərəm, yazaram 5'də 4. Çarpaz vurub açaram. 5'i vuraram 1 üstə gəl x-a, 4'ü vuraram 2 üstə gəlinsin x-a. 5'i 1'ə vuraram 5, 5'i x-a vuraram 5x, 4'ü 2'yə vuraram 8, 4'ü x-a vuraram 4x. 5 dənə x-dan 4 dənə x çıxaram, 1 dənə x eləyər, 8'dən də 5 çıxıb 3 yazaram. Bu bunun rezi qaydada həlli və yaxud da ki, cavablardan da 1'in üstüne 3 gəlib 4 yazarsan, 2'nin üstüne 3 gəlib 5 yazarsan, 4 bölü 5 həqiqətən də 0,8 olduğuna görə C variantı ödəyir. Mən 5 nömrəli suala baxım. 4 bölünsün x çıxılsın, 4 bölünsün x üstə gəl 2 bərabərdir 1 tənliyinin kökləri cəmini tap. Ortaq məxrəc bunlara x vurulsun x plus 2 eləyər. Surətdə çarpaz yazaram. 4'ü x üstə gəl 2'yə vuraram. 4'ü x-a vuraram 4x, 4'ü 2'yə vuraram 8. Bu 4'ü x-a vuraram, 4x yazaram. Bərabərdir 1'ə. 4x-lar gedəcək. Yenə bunun məxrəcinə 1 kimi baxaram. X-i x-a vuraram x kvadratı, 1'ə vuraram x kvadratı. X-i 2'yə vuraram 2x, 1'ə vuraram elə 2x. 8'i 1'ə vurub bərabərdir 8 yazaram. Keçirərəm bir tərəfə. X kvadratı üstə gəl 2x minus 8 bərabərdir 0. Viyyətə görə tənliyin köklərinin cəmi əks işarə ilə mənfi 2'yə bərabərdir. Cavab Y variantı. Və yaxud 7 nömrəli suala baxaq. X üstə gəlinsin 3 bölünsün x minus 2 bərabərdir 9 minus x. Məxrəcinə 1 kimi baxıb çarpaz vurub açaram. Deməli, müəllimə x minus 2'ni 9 minus x-a vuraram. Bərabərdir x üstə gəl 3'ü 1'ə vuraram. Bu eləyər 9x çıxılsın x kvadratı çıx 18 üstə gəlinsin 2x bərabərdir x üstə gəl 3. Keçirərəm hamısını bir tərəfə. X kvadratı müsbət eləyər. 9x-in üstünə 2x gələrəm 11x. 1x-dan 11x-i çıxaram minus 10x eləyər. 3'ün üstünə 8 gəlib 21 yazaram. Bərabərdir 0. Tənliyin kökləri hasilindən danışır. Viyyətə görə tənliyinin kökləri hasili 21 eləyəcək. Cavab C variantı 7 nömrəlidə. Gəlirəm 9 nömrəli suala. Deyir x üstə gəlinsin 1 bölünsün x-i sənə 5/5'də 1 vermişəm. İndi mən bunu ortaq məxrəc tapıb da yaza bilərəm. Amma bilirsiniz ki, ədəd və onun tərsindən söhbət gedir. X üstə gəl 1 bölü x 5/5'də 1'i 5 üstə gəl 5'də 1 yazaram. Ədəd və tərsi x ilə 1 bölü x tərs ədədlərdir. 5'dən də 1 bölü 5 tərs ədədlərdir. Deməli, mənim x-im ya 5'dir, ya 5'də 1'dir. 2 variantdan biridir. Sənə deyir ki, kiçik kökünü tap. Kiçik kökündən danışırsa 5'də 1'dən danışır. D variantı. Gəlirəm 11 nömrəli suala. 11'də deyilir ki, x üstə gəlinsin 1 bölünsün x minus 2 5/3'də 1'dir. Mən bunun məxrəcinə 1 kimi baxaram. Uşaqlar, 1 kimi baxdıqdan sonra ortaq məxrəc x minus 2 yazaram. X-i x-a vuraram x kvadratı. X-i 2'yə vuraram 2x. Bu 1'i də 1'ə vuraram. Cavab 1 eləyər. 3'ü 5'ə vurub üzərinə 1 gəlsəm 3'də 16 eləyər. Mən çarpaz vurub açaram. 3x kvadratı çıxılsın 6x üstə gəl 3. 16'nı x-a vuraram 16x. 16'nı 2'yə vuraram 32. Yazaram 3x kvadratı mənfi 6x çıx 16. Mənfi 22 dənə x eləyər. 3'ün üstünə 32 gəlib 35 yazaram. Bizdən tənliyin köklərinin cəmindən danışır. Tənliyin kökləri cəmi 22'yə yox, əks işarə ilə 22 böl 3'ə bərabər olacaq. Çünki əmsalımız da var uşaqlar bizim. Bu da eləyəcək 7/21. 7/3'də 1 eləyəcək variant. Y variantı. Gələk 13 nömrəli suala. Nə deyilir bizə 13 nömrəli sualda? Deyir ki, x kökdə 3 bölünsün 2x üstə gəlinsin kökdə 3. Bərabərdir 2x bölünsün 2 kökdə 3 üstə gəlinsin 2. Çarpaz vuraram. Uşaqlar, x kökdə 3'ü vuracağım 2 kökdə 3 üstə gəl 2'yə. Bunu birbaşa yazmadım. 2x üstə gəlinsin kökdə 3.
Kökdə 3'ü kökdə 3'ə vurub 3 yazaram. 3'ü 2'yə vuraram. 6x yazaram. Üstə gəl 2x kökdə 3 yazaram. 2x'i 2x'ə vurub 4x kvadratı yazaram. Üstə gəlinsin 2x kökdə 3 yazaram. Bunlar gələcək. 4x kvadratı çıxılsın 6x bərabərdir 0 yazaram. Buradan 2x'i çıxardaram. 2x minus 3 eləyər bərabərdir 0. Hasil 0'dırsa vuruqlar ayrı-ayrılıqda 0 olmalıdır. Bunu 0'a çevirən qiymət 0'dır. 3'ü də 2'yə bölsəm bunu 0'a çevirən qiymət 1,5'dir. Cavab 0 ilə 1,5 cəmin istəyir 1,5. 15 nömrəli suala gələk. Deyir x çıxılsın 3 bölünsün x minus 2. Çıx 7 minus 3x bölünsün 2 minus x bərabərdir -1. Bax biri 2 x minus 2'dir, biri 2 minus x'dir. Mən bunu belə yazıram. X minus 3 bölü 2 minus x minus 2. Bu 2 minus x'i x minus 2 yazıramsa qarşıya mənfi atıram. O 2 mənfi müsbət eləyər. 7 minus 3x eləyər bərabərdir -1. Ortaq məxrəc x minus 2 eləyər. Surətdə x-in üstünə -3x gələrəm, -2x eləyər. -3'ün üstünə 7 gələrəm, 4 eləyəcək. Bərabərdir -1 yazaram. Çarpaz vurub açaram. -2x üstə gəl 4. -1'i x-a vuraram. -x. -1'i -2'yə vuraram. Müsbət 2 yazaram. -2x'in üstünə x gələrəm. -x eləyər. 2'dən 4 çıxıb -2 yazaram. Mənfiyə bölsəm hər tərəfi müsbət 2 eləyər. Amma nə olsun ki tənliyin kökünü 2 almışam. 2'ni gətirib məxrəcdə yerinə qoysam 2 çıxılsın 2 0 eləyir. Ola bilməz. Ona görə tənliyin həlli 15'də boş çoxluq olacaq variantı B variantı. Gələk 17 nömrəli suala. 17 nömrəli sualda bizə nə deyilir? Bax, sadə yolun deyək bunda. X üstə gəl 3 bölü x, üstə gəl x bölünsün x üstə gəl 3. Bərabərdir 4,4'də 1. X üstə gəl 3 bölü x, üstə gəl x bölü x üstə gəl 3 tərs ədədlərdir. 4,4'də 1'i də 4 üstə gəl 4'də 1 yazaram. Onda belə çıxır ki, ədəd və tərsidir. Yenə ədəd və tərsidir. Yəni demək istədiyim x üstə gəl 3 bölü x ya 4'dür. Demək istədiyim x üstə gəl 3 bölü x ya 4'də 1'dir. X üstə gəl 3 bərabərdir 4x-a. Buradan 3x bərabərdir 3'ə. X-in bərabərdir 1 olar. Buradan 4x üstə gəlinsin 12 bərabərdir x-a. 3x bərabərdir -12'yə. -12'ni də 3'ə bölüb -4 yazaram. Tənliyimizin 2 dənə kökü var. Biri 1'dir, biri -4'dür. Heç biri də kənar kök deyil. Bizə nə deyilir? Heç nə 1 ilə -4 tapmaq lazımdır. D variantı. 19 nömrəli sualda nə deyilir? 19'da deyilir ki, A parametrinin hansı qiymətində tənliyin bir kökü var. Köhnə topulda yox idi, səhv eləmirəmsə bu sual. Yeni toplunun sualıdır. Tənliyin bir kökünün olması üçün uşaqlar, ümumiyyətlə bu kəsrin qiymətini 0 veribsə, kəsrin qiyməti o zaman 0'a bərabərdir ki, surət 0 olsun. Amma surətdə tənliyin kökləri 1 və 2'dir. Yəni tənliyin 2 dənə kökü var. Birinin ixtisar getməsi üçün, bax mən bunu belə vuruqlarına ayıraram. X minus 1, X minus 2 böl X minusa bərabərdir 0. Bu tənliyin bir dənə həllinin olması üçün gənclər, buradakı A ya 1 olmalıdır, ya da 2 olmalıdır. Çünki belə qalmalıdır. Ya X minus 1 olmalıdır. X minus 1'lər gedər, bir dənə bu tənlik qalar. Ya da X minus 2 olmalıdır ki, X minus 2'lər gedər, bir dənə X minus 1 qalar. Yəni məxrəc surətdən ixtisar getməsi üçün A ya 1 ya da 2 olmalıdır. O da variant A variantı olacaq. A parametrinin hansı qiymətində tənliyin bir kökü var. Tənliyin 20-21 nömrəli suallar. Eyni suallardır. Yazmıram. Mən 22 nömrəli sualı yazıram sizin üçün. Deyilir ki, x kvadratı çıxılsın 4 bölünsün x çıx 2. Üstə gəl 8 vurulsun x minus 2. X kvadratı minus 4 çıx 6 bərabərdir 0'a. Mən x kvadratı minus 4'ü belə yazıram. X minus 2, x plus 2 yazaram. X minus 2'lər gedər, yerdə x plus 2 qalar. Üstə gəl 8 vurulsun. Bunda x minus 2, x plus 2 yazaram. X minus 2'lər gedər, yerdə yalnız x plus 2 qalacaq. Minus 6 bərabərdir 0. Sadə bir variant eləyə bilmərik, düzdürmü? Eyb yox, belə yazaq. Mən yazım ortaq məxrəc bunları tapım. Ortaq məxrəc x üstə gəl 2 eləyər. Surətdə çarpaz yazaram. X üstə gəl 2'ni x üstə gəl 2'yə vuraram. X üstə gəl 2'nin kvadratı, özü bu tərəfdə də 6 da var. 6'nı necə eləyək? Aparaq sağ tərəfə, yoxsa aparmayaq? Aparmayaq, düzdürmü? 6 da vardı orada. Bəli, aparmayaq. X üstə gəl 2'nin kvadratı üzərinə gəlinsin. Bunu buna bölsəm 1 eləyər. 1'i 8'ə vuraram 8. Bərabərdə 6 yazaram. Burada x üstə gəl 10 bölünsün. X üstə gəl 2 bərabərdə 6 yazaram. X üstə gəl 10 bərabərdə 6 x üstə gəl 12'yə çarpaz. Mənfi 5x bərabərdə 2'yə. 2'ni də mənfi 5'ə bölsəm. Cavab mənfi 0,4. Mənfi 0,4 hardan tapdım?
Bir baxım görüm. Deməli x minus 2, x plus 2 yazdım. Burada x plus 2 qaldı. Üstə gəl 8 vurulsun, 1 bölünsün x plus 2. Minus 6 bərabərdir 0. Ortaq məxrəc x plus 2. Burada x plus 2'nin kvadratı olmalıdır. Üstə gəl 8 bərabərdir 6. Orada səhv eləmişəm. O da yazacağım birincinin kvadratı. 2 misli üstə gəl ikincinin kvadratı üstə gəl 8. Bərabərdir 6x üstə gəlinsin 12'ye. Bu da x kvadratı. 4x'dən 6x'i çıxaram minus 2x. 12'lər də gedəcək 0 qalar. X'i mötərizə xaricinə çıxardaram. X minus 2 0 eləyər. Tənliyin bir kökü 0'dur. Tənliyin bir kökü 2'dir uşaqlar. Amma 2 kənar kökdür. Çünki məxrəcə 0 eləyər. Ona görə cavabı alacağıq. Yalnız 0 D variantı. Gəlirəm 23 nömrəli suala. Nə deyilir bizdə? X üstə gəlinsin 1 bölü x'in kvadratı çıx 4. X üstə gəlinsin 1 bölü x üstə gəlinsin 4 bərabərdir 0. Mən x üstə gəl 1 bölü x-a bir dənə t deyərəm. Eləyəcək t kvadratı çıx 4t üstə gəlinsin 4 bərabərdir 0. Bu da düsturdur müəllimə. T minus 2'nin kvadratı bərabərdir 0 eləyər. Buradan t'miz 2 eləyər. Gətirib yerinə qoyacağım. 2 x üstə gəl 1 bölü x-imiz sən demə t imiş, onu da 2 almışam. Amma bizdən kvadratını soruşur. Kvadratını soruşursa kvadratı yüksəldərəm. Birincinin kvadratı 4 olmaz cavab, yəni sırası. Birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı, 2'nin kvadratı 4 eləyər. X'lar gedər, x kvadratı üstə gəl 1 bölü x kvadratı, 4'dən 2 çıxıb cavabı 2 alaram. Gələk 24 nömrəli sual eyni sualdır. Mən 25 nömrəli sualı yazmaq istəyərəm sizin üçün. M və N hasilini tapmaq lazımdır uşaqlar. Mən də nə edirəm? 25. Bax, buradan danışırıq. Bunu açacağım. Təklik onluq yazacağım. 10m üstə gəlinsin n. Çıx təklik onluq 10n. Üstə gələyim yazmalıyam. Qarşıdakı mənfiyə görə minus yazıram. Təklik onluq 10m üstə gəlini. Təklik onluq 10m üstə gəlmi. Bərabərdir 11'də 5 yazaram. 10m'dan m'ını çıxaram. 9 dənə m eləyər. Çıxılsın 9 dənə n. 11 dənə m eləyər. 11 dənə n eləyər. Bərabərdir 5 bölünsün 11 yazaram. Sonra nə eləyərəm? Gələk bunu çarpaz vurub açaq. Yoxsa ixtisar eləmək olur. 11'i mötərizə xaricinə çıxardaram buradan. M plus n qalar. 11'lər ixtisar gələcək. Bax, çarpaz vurulacaq. Yəni 9m çıx 9m bərabərdir 5m üstə gəlinsin 5 dənə. Bundan bunu çıxsam 4 dənə m eləyər. 5'in üstünə 9 gələrəm 14 dənə eləyər. 2'yə bölsəm 2m bərabərdir 7n olar. M'ımız 7k'dır. N'ımız isə 2k'dır. Ən kiçik qiymət deyirsə və yaxud da ki ədədlərimiz 27'nin özünü götürə bilərəm. Biri 2'dir. Biri 7'dir ki, bərabərlik doğru alınsın. Bu belə. Gəlirəm 26 nömrəli sual. Eyni sualdır. Yazmıram. Mən 27 nömrəli sualı yazıram. Deyir x kubu çıxılsın 7x kvadratı üstə gəl 12x tənliyinin köklərindən yalnız biri bunların köküdür. Mən bu tənliyin köklərini tapmaq üçün x'i mötərizə xaricinə çıxardaram. Minus 7x üstə gəl 12. Hasil 0'dırsa bu da 0 olmalıdır. Bu da 0. Bunu 0'a çevirən qiymət 0'dır. Bunu 0'a çevirən qiymət 3 və 4'dür. Çünki hasil 12 cəm 7'dir. Deyir ki, yalnız biri həm bu tənliyin köküdür, həm də bu tənliyin köküdür. Sənə deyirsən ki, müəllimə 3 tənliyin kökü deyil. Niyə? Çünki burada 3 qoyanda məxrəc 0 olur. 4 də tənliyin kökü deyil. Çünki burada 4 qoyanda məxrəc 0 olur. Bunlar deyil. Deməli, yalnız 0 köküdür. Gətirib yerinə qoyaram burada, x-in yerinə. Bax, x minus 10 bölü x minus 4 bərabərdir m bölünsün x üstə gəl 2. Gətirib x-in yerinə 0 qoyaram. Çünki tənliyin kökü də axı. Mənfi 10 bölü 4, müsbət 10 yazaram. Bölü 4, 2 mənfi gedər. Burada da qalacaq m bölünsün 2. 4m bərabərdir 20'yə. M'imiz eləyəcək 5. M-ni tapdım. İndi də gətirib burada x-in yerinə birbaşa yazaq 0 qoyaram. Mənfi 15 bölü mənfi 5, 3 bərabərdir m bölü 2. N'imiz də 6 eləyər. 6 üstə gəlin 5 cəmini istəyir bizdən. Cavab eləyəcək 11. Hansı sualı yazıram? 29 nömrəli sualı yazaq. 28'i eynidir, özünüz yazın. 29 nömrəli sualda nə deyilir? Bizə bu ifadəsinin ədədi qiymətini tapmağı tələb olunur. Mən necə yazaram? Gəlin belə eləyək. Sadə bir yol yenə deyə bilmərəm kimi gəlir. Bəli, sadə bir yol nə deyim ki buna? Sadə bir yol heç nə. Gəlin bunu belə yazım. 6'nı 1'ə vurub 6'nı gəl yazaqdan. 6 çıxılsın 6'nı 2'yə vuraram. 12 bölü x üstə gəlinsin 6 bölünsün x kvadratı. Çıx 7 üstə gəl 7 bölü x bərabərdir mənfi 2'yə. Mən bunu belə yazaram. Birinci 6 bölü x kvadratı ilə işim yoxdur. Daha sonra uşaqlar mənfi 12 bölü x'in üstünə 7 bölü x gəlsən mənfi 5 bölü x eləyər.
Bunu da yazdım. 6'dan 7 çıxaram. -1. -1 üstəgəl 2. Bu da müsbət 1 eləyər. Bərabərdir 0. Tənliyin köklərinin cəmindən danışır bizdə. Mən ortaq məxrəc bunlara x kvadratı taparam. X kvadratı 6. X kvadratını x-a bölərəm. Bir dənə x 5'ə vuraram. 5x üstəgəlinsin x kvadratı bərabərdir 0. Bu da eləyər x kvadratı çıx 5x üstəgəl 6 bölü x kvadratı. Təbii ki, məxrəc 0 olmamalıdır. Tənliyin kökləri burada 2 və 3'dür. Tənliyin köklərinin cəmini tap deyir. Viyyətə görə də tənliyimizin kökləri cəmi uşaqlar 5 eləyəcək. Bu qədər sadə. 2 vurulsun 2 bərabərdir 5. Sonra gələk növbəti suala. Bu sualları burada eləmək olar. Çarpaz vurub açaram. Yazaram x kvadratı bərabərdir 8x çıxılsın 12. Bu da eləyər x kvadratı çıx 8x üstəgəl 12 bərabərdir 0. Tənliyin kökləri 6 və 2'dir yəni burada. Bizə nə deyir burada? Tənliyin kökləri cəmi 2, hasili kökləri cəmi 8, hasili 12'dir. Yəni birinciyə D variantı gələcək. İkincini buradan yazaq. 2 üstəgəlinsin 15 bölü x bərabərdir x-a. Məxrəcinə 1 kimi baxaram. 2x üstəgəl 15 bərabərdir x olar. Çarpaz vuraram x kvadratı. Çıx 2x çıx 15 bərabərdir 0 eləyər. Yəni tənliyin kökləri cəmi 2, hasil -15'dir. İkinciyə A gələcək. Üçüncünü də ortaq məxrəc taparam. X vurulsun x üstəgəl 2 yazarıq. Eyni qayda ilə uşaqlar 3x üstəgəlinsin 6 üstəgəlinsin 3x yazaram. Bərabərdir 4. X-i x-ə vuraram. X kvadratı 4'ə vuraram. 4x kvadratı. X-i 2'yə vuraram. 2x 4'ə vuraram. 8x. Bu 6x eləyər. Çıx 6x. Çıx 6 bərabərdir 0. Bu da 4x kvadratı üstəgəl 2x çıx 6 bərabərdir 0 eləyər. Hər tərəfi, yəni tənliyin kökləri cəmi viyyətə görə -2'yə yox, -2 bölünsün əmsal 4'ə bərabər olacaq. -0,5. 6'nı da 4'ə bölərəm. Hasilimiz isə 1,5 eləyəcək. Mənfisi ilə özdə. Cavab hansı variantdır? B variantı olacaq üçüncüyə də. İkinciyə A gedəcək, üçüncüyə də B gedəcək. 31 nömrəli sual eyni sualdır. Bir zəhmət onu özünüz yazarsınız. Mən gəlim 32 nömrəli sual. Tənliyin köklərindən ibarətdir. Tənlikləri həll edin və Euler-Venn diaqramını çəkmək lazımdır. Deməli uşaqlar, biz Euler-Venn diaqramını çəkməliyiksə, birinci mən nə edirəm? 32 nömrəli sualda bu surətin köklərini tapıram. -5 və 2'dir. Onda bunun vurullarına ayrılışı x-2, x üstəgəl 5'dir. Bölünsün x-4 bərabərdir 0. Bu tənliyin kökləri, əgər kəsrin qiyməti 0'dırsa, biri 2'dir, biri -5'dir. Amma müsbət 4'ü almamalıdır. Bu niyə belə gec yazır? Gəlirəm ikinci tənliyə. Buradan x-i mötərizə xaricinə çıxardaram. Qalacaq x kvadratı çıx 5x üstəgəlinsin 6 bölünsün x üstəgəlinsin 3 bərabərdir 0. Burada tənliyin kökləri 2 və 3'dür. Hasil 6, cəmimiz 5 eləsin. Onda vuruqlarına ayrılışı x, x-2, x-3 bölünsün x üstəgəlinsin 3. Hə? Bərabərdir 0. Bu tənliyin kökləri biri 0'dır, biri 2'dir, biri də 3'dür. Amma x -3'ü almır. Düzdürmü? X-imiz -3 almayacaq. Daha sonra bizə deyir ki, bu tənliyin kökləri. Burada da tənliyin kökləri uşaqlar yazacağım ki, biri 3'dür, biri də 7'dir. Euler-Venn diaqramı çəkərək doldurmaq lazımdır. Burada da 3 və 7'dir. Hər ikisində iştirak edənlər belə bir şey çəkəcəyəm də. Mən A, B, C. Bu A olsun, bu B olsun, bu da C. 2 və -5. A və B'də eyni olanlar 2'dir. Onda burada -5 qalıb. A və B'də. B'dəkilər hansıdır bunlar? Burada hər ikisində olan 3'dür. Onda bir dənə 0 qalıb. Burada da 7 olacaq. Efisyon. Yəni bizə buradan danışır. Gələk növbəti suala. Deyir 33 nömrəli sualda. Nə deyir? Deyir 3 printer vasitəsilə materiallar çap olunsun. Birinci printer 12 səhifə çap etdiyi müddətdə, ikinci printer 28, ikinci printer 21 səhifə çap etdiyi müddətdə isə üçüncü printer 30 səhifə çap edir. Onlar eyni anda qoşuldular və birlikdə 200 səhifə çap etdilər. Neçə səhifə printer çap etməlidirlər. Bax, bu birinci olsun. Bu ikinci olsun. Nəyi məsələdə görürüksə onu yazaq da. Bu üçüncü olsun. Deyib, birinci printer 12 səhifə çap etdiyi müddətdə ikincisi 28 dənə eləyir. Birincisi 12 dənə eləyəndə ikincisi 28 dənə eləyir. İkinci printer 21 dənə elədiyi halda, ikinci printer 21 dənə elədiyi halda, üçüncüsü 30 dənə eləyir. Üçüncüsü də 30 dənə eləyir. Sonra sənə deyir ki,
Onlar eyni anda qoşuldular və birlikdə 200 dənə çarpayı eləyib. Çarpayı nədir? 200 dənə çap ediblər. Neçə səhifə? Okey. Belə bir şey yazaq. Biri 12-dirsə, biri 28-dirsə, bunlar neçəyə ixtisar gedər balam? 4-ə ixtisar getsə, burada neçə K qalacaq? 3K qalar. Burada da 7K qalar. Hə? Biri 3K'dır, yəni biri 7K'dır. Bunlarda ki 3'ə ixtisar getsə, burada da 10 qalacaq. Onda bu da 10K olur. Heç nə, məsələ oldu sadə. Cəmi eləyəcək 3K, 7K, 10K. Ağlıma başqa heç nə gəlmədi. Bu da eləyəcək 20K'mız 200'dürsə. K'mız neçə eləyəcək? 10. K'mız 10 eləyəcək. Neçə səhifə birinci printer çap edib? 3'ü də ona vuracağım. Sən demə, birinci printerimiz 30 dənə, ikinci 70 dənə, üçüncüsü də 100 dənə həll edib. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.